Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün sizlərə Biləcəri qəsəbəsində belə bir gözəl villanın satışını təqdim edirəm. Hörmətli izləyicilər, ev yerləşir Biləcəridə, Nurlu yaşayış massivində 314 nömrəli məktəbə yaxın yerləşir. Ev çox gözəl, şəxsi tikilidir, çox gözəl, keyfiyyətli tikilib. Bu indi hal-hazırda gördüyünüz otaq obyekt kimi istifadə olunur, kim istəsə kirayə şəklində verə bilər. Adden sanitar qovşağı var. Ev ümumiyyətlə 3.5 sotun içərisindədir. 11-in 10-a hər mərtəbəsi 110 kvadratdır. Ümumiyyətlə 330 kvadrat metrdir. Evin bələdiyyə sənəti var. Üstünlüyü də odur ki, bələdiyyə sənəti 2004-cü ilin bələdiyyə sənətidir. Evin sahibi bu ev şəxsi tikili üçün tikilib. Yəni evin sahibi evin təmirində, tikintisində hər şeyi çox bahalı istifadə edib. Yəni heç nə ucuzuna qaçmayıb. Evdə kamera sistemi, 2 dənə kombi sistemi. Qeyd elədiyim kimi, evdə hər 3 mərtəbə arası monolit betondur. Birinci mərtəbədə, ikinci mərtəbədə, yataq otaqlarının içərisində də sanitar qovşaq var. Hörmətli izləyicilər, videonun dəqiqələrində sizlərə evin qiymətini təqdim edəcəm. Zəhmət olmasa videomuzu bəyənin, kanalımıza abunə olun. Burada gördüyünüz isə bayaqki mətbəx, aşağıdakı mətbəxi sizə göstərdim videonun başlarında. Bu koridordan da evin içərisində aşağıda mətbəxə daxil olmaq olur. Evdə əşyalardan da qiymət barəsində evi sahibinə evə gəlib baxandan sonra qiymət barəsində danışılıb, evdə əşyalardan da saxlamaq olar. Hörmətli izləyicilər, evimizin qiyməti 385.000 manatdır. Real alıcıya evə gəlib baxandan sonra birbaşa sahibi ilə görüşdürəcək, qiymətdə endirim olunacaq. Ev, yəni qeyd elədiyim kimi, ev şəxsi tikilidir. Yəni çox keyfiyyətli tikilib, materialların hamısı da çox keyfiyyətlidir. Hər şey, yəni demək olar ki, firma alınıb. İstipol falan hamısı çox qaydasında. 3-cü mərtəbə mansarddır. Mansard düzdür, belə yarım vəziyyətdədir. Kim istəsə alıb özü təmir edə bilər. Hörmətli izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olun.